blindajın içəridən qapısı açıldı. Erməni dilində Doeves belə deyə yaşaxana şəkli soruşdu. Yəni sən kimsən, hə, belə bu mənaya gələn bir söz soruşdu. Bu moment siz tanıdığınız Mahir var bizim yoldaşlardan. Onun çiynində həmin o tank əleyhinə RPG-26 var idi. O RPG-26-nın düyməsini bastı və həmin o yekəpəri, o RPG-26-nı siz təsəvvür edin, tank vurmaq üçün nəzərdə tutulmuş bir şey. Onu təkrar qapıdan içəri daxil elədi və çox uğurlu, çox gözəl, yadda qalan bir tapşırıq oldu. Təsəvvür edin ki, adətən bunu gecə icra edirsən. Nə qədər gecə görmə cihazlarının olursa olsun, məhdud görmə şəraitidir müəyyən. Çox rahat şəkildə gündüz düşmən tələfata uğranılıb, layiqli cavablarını aldılar və biz oradan geri döndük. Həmin bu diversiya tapşırıqlarının nəticəsi idi ki, xüsusi təyinatlı üçün döyüşmək yenilik deyildi. Adətən müharibədə nə qədər sən təlim keçirsən, keç, döyüşməyi döyüşə-döyüşə öyrənirsən. Döyüşə-döyüşə öyrənirsən. Xüsusi təyinatlı müharibəyə başlayınca döyüşməyi öyrənmişdi. Xüsusi təyinatlı müharibəyə başlayanda artıq profesional döyüşçü idi və bu da öz effektini verdi müharibədə.